istəmirəm ki, dünyaya uşaq puluna görə övlad gətirsinlər. Onlar bu dünyaya övladı sevgidən gətirməlidirlər. Hər nəysə, vətəndaş mövqeyimlə Rayət İmam Əliyev qarşınızdayam. Mən Azərbaycanda uşaq pulu verilməsinin tərəfdarıyam. Amma onu da qeyd edim ki, uşaq pulu Azərbaycan cəmiyyətinə ancaq mənəvi cəhətdən daha çox sərf edəcək. Maddi cəhətdən isə yox. İndi izah edim. Uşaq pulunun verilməsinin tərəfdarıyam. Ona görə ki, beynəlxalq konvensiyaya görə hər bir dövlət öz uşaqlarının sosial təminatını yaxşılaşdırmağa borcludur. Hər bir uşaq da böyüyəndə biləcək ki, bu dövlət məni yedirib, içirib, xərcliyimi verib. Mən də məcburam son damla qanıma qədər bu dövlət, bu vətən üçün mübarizə aparım və borcluyam. Bugün bir şəhid anasının aidiyyatı qurum qarşısında tələbi, hədələməsi ilə qanun arasındakı ziddiyyət məmuru çıxılmaz vəziyyətə salıb. Bilirsinizmi niyə? Şəhid anası haqlı olaraq deyir ki, mən zülmlə uşaq böyütmüşəm, yeməmişəm, içməmişəm, vayenkumatın oğlu tutalım, qaçıb gizlənəndə mənim balam bu torpaq uğrunda canından olub. Qazi də deyir ki, yazıq ata-anam ac qarına yeməyib, içməyib, məni bir zülmlə böyüdüblər. Getmişəm bu torpaq uğrunda əlimi, ayağımı itirmişəm, haqqımı verin. Amma uşaq pulu verilsəydi, şəhid anası da kiminsə üstünə qışqıra bilərdimi? Qazi kiminsə hədələyib intihar edərdimi? Yox. Çünki biləcəkdilər ki, mən uşağı dövlət böyüdüb mənim uşağımı. Mənim baladıma dövlət yedirib içirib. Şəhidlik də, qazilik də mənim balam üçün, mənim üçün müqəddəs bir borcdur bu vətən qarşısında. Fərq budur. Həm də bəzi məmurların elə söküb taladıqlarını büdcəyə bu gün qaytarsan, 10 il bəlkə də uşaq puluna bəs edir. Uşaq pulu ailələrə tək maddi yardım yox, bu vətənə də, dövlətçiliyə də sevgini qarantiya altına almış olur. İndi gələk maddi cəhətdən heç bir xeyri olmayacağı fikrimə. Azərbaycanda 18 yaşa qədər 2 milyon yarım uşaq var. Hər uşağa 100 manatdan versən 250 milyon ayda, ildə isə 3 milyard manat edəcək. Hökumət bu 3 milyard manatı qarşılamaq üçün bilirsinizmi nə edəcək? Elə bilirsiniz, uşaq pulu verilsə, çörək yenə 60 qəpik, avtobus 60 qəpik, benzin 1 manat 15 qəpik, yumurta 20 qəpik, ət 15 manat, işıq kilovatı 10 qəpik olacaq. Yox. 20 qəpikli yumurta 40 qəpik, ət 30 manat, avtobus 1 manat 20 qəpik qaldırılacaq. Bizə verilən uşaq pulunun miqdarı qədər də ərzaq, nəqliyyat, kommunal hamısı artırılacaq. Yeni cərimələr yaranacaq, cərimələr artırılacaq. Yəni öz əlimizlə aldığımız 100 manatı qaytarıb verəcək büdcəyə. Sonra da o 100 manatı bizə necə verilirsə, Anadolu türkləri demişkən, tıpış-tıpış alıb qoyacaqlar büdcəyə. Səs də çıxara bilməyəcək. Bizə deyəcəklər ki, uşaq pulu istəmirdin, verir işte oturun yerinizdə. 80 manat veteran pulu bu gün nəyə çatırsa, uşaq pulu da elə olacaq. O uşaq pulu əvvəl-axır veriləcək, amma bizim dilimizi qısaldacaqlar.